Biri varmış, biri yoxmuş. Qoca kişi divlərin bağından dərilər oğurlayarkən tutulur. Divlər deyirlər, ya səni yeyərik, ya qızınla oğlunu verəsən. Qoca qorxudan övladlarını divlərə verməyə razılaşır. Divlər uşaqları saraylarında qoruyur. Bacı qardaş qaçmaq planı qurur. Qaçarkən divlər arxalarından qovalar. Bacı suyu tökərək böyük dəniz yaradır. Divlər dənizi keçə bilməzlər. Bacı gil parçasını ataraq uca dağ yaradır. Divlər dırmaya bilməzlər. Uşaqlar qaçmağa davam edər. Bacı darağı ataraq sıx qamışlıq yaradır. Divlər ilişib qalır. Bacı qardaş təhlükədən qurtulur. Yorulmuş bacı qardaş bulağa çatır. Bacı su içib çınar ağacına çıxır. Qardaş gözləyir. Şahın vəziri suda qızın əksini görür, onu saraya aparır. Şah evlənir. Paxıl vəzir qızı öldürmək hiləsi qurur. Qardaş naqqı balığı ilə bacısını xilas edər. Vəzirin hiləsi ifşa olunur, cəzalandırılır. Hamı xoşbəxt yaşayır. Nağıl bitdi.